Hər bir insan həyatda səhv etmək və ya çətin vəziyyətə düşmə ehtimalı var. Lakin ən böyük problem keçmiş səhvlər və ya fiziki məhdudiyyət ucbatından insanların ömürlük xəstə və ya cinayətkar kimi damğalanmasıdır. Bugün keçmiş məhkumlar, rastlılıqdan qurtulanlar və fiziki qüsur olan şəxslər eyni divarla üzbəyüzdür. İşsizlik və kənarlaşdırılma. Bu yanaşma yeni və təmiz bir həyat qurmaq istəyən insanların qarşısına mənəvi bir bariyer yaradır. Cəzasını çəkib bitirən və ya zərərli vərdişlərdən tamamilə uzaqlaşan şəxslərin hələ də təhqir olunması və alçaldılması cəmiyyətimizin mənəvi yarasıdır. İşə götürənlərin qorxuları və qərəzli düşüncəsi ucbatından bu insanlara iş verilməməsi onları çarəsizliyə və yenidən qaranlığa düçar edir. Eyni şəkildə fiziki məhdudiyyətli şəxslərin də bacarıqları yox, yalnız qüsurları ön plana çıxarılır və onlar əmək hüquqlarından məhrum edilir. Unutmayaq ki, bir insanı iş fəaliyyətindən uzaq tutmaq, onun sadəcə qazancını yox, gələcək olan ümidini və ləyaqətini əlindən almaqdır. Cəmiyyət insanları sadəcə mühakimə edən bir kürsü deyil, yıxılan ayağı qaldıran bütöv bir ailə olmalıdır. Keçmişin xətaları və ya taleyin bəxş etdiyi qüsurlar bir insanın alnına vurulmuş əbədi damğa deyil, sadəcə keçdiyi ağır yolların izidir. Səhvlərindən nəticə çıxarıb düzgün yola qayıdan hər bir kəsə iş imkanı yaratmaq və mənəvi dəstək olmaq hər birimizin vicdan borcudur. Çünki bir insanı qaranlıqdan xilas etmək bütövlükdə cəmiyyətin mənəvi təmizliyinin və gələcəyinin ən böyük təminatıdır. İnsana ikinci şansı vermək, gələcəkdə üzləşə biləcəyimiz öz çarəsizliyimizə rəhim etməkdir. Minlərlə həmvətənlərimizin ən böyük ümidi azadlığa çıxmaq, ailələrinə qovuşmaq və normal həyat tərzini qurmaqdır. Onları bağışlamaq, onlara yeni şans vermək, həyatlarında başqa yolu, cinayətə yer olmayan qanunlara hörmətlə yanaşmaq